Bu il universiteti bitirib magistraturaya qəbul olan gənc suda boğulub. Bədbəxt hadisə Mingəçevirdə baş verib. Mingəçevir su anbarı ərazisində daha bir boğulma hadisəsi baş verib. Qeyd edim ki, bu dəfə 21 yaşlı Gədəbəy rayon sakini su anbarının 6-cı buxta adlanan ərazisində çimərkən boğulub. 21 yaşlı Təhməz Abdullayev çimərliyə dostları ilə birgə gedib. O, suya girib bir qədər çimdikdən sonra gözdən itib. Ətrafdakılar gənc oğlanın batdığını ehtimal edərək xilas ediciləri məlumatlandırıblar. Parkda oturmuşdum, dedəsi gəldi ki, Mingəçevirdən 6-cı fövqəladə hallar işçisi deyib ki, təcili gəlin. Biz də götürülük gəldik. Gəldik, burada da görürük, axtarırlar, heç bir şey hələ tapılmıyor. Axtarışlar nəticəsində dalğıcılar gəncin meyidini batdığı yerdən 1,5 kilometr aralı suda tapıb çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Məlumata görə əslən Gədəbəydən olan Təhməz Abdullayev ailəsi ilə birgə Gəncə şəhərində yaşayıb. O, Naxçıvanda ali məktəbi bitirib. Bu il Gəncədə yerləşən universitetlərdən birinin magistr pilləsinə daxil olub. Rahim İbrahimoğlu, Kəmal Əli Muradova, Xəzər xəbər.